Ateizm inancı bu iddianı daha çox sosial şəbəkələrdə inancılar tərəfindən tez-tez eşidirik. Yəni ateizm də bir inancdır və dindən inanc cəhətdən fərqlənmədiyi üçün əslində bir ateist dinləri inanc olduğu üçün inkar eləyirsə, bir növ öz inandığı, yəni öz qəbul etdiyi ateizmdə inanc olduğu üçün sıxıntılı duruma düşür. Gəlin bu videoda ateizmin inanc olub olmadığını aydınlaşdırmağa çalışaq. Gəlin inanc anlayışının nə olduğunu izah eləyək və bu izahları verdikdən sonra hər bir izaha, hər bir tərifə əsasən ateizmin inanc olub olmadığını dəqiqləşdirək. İnancın nə olub olmadığı ilə bağlı əsasən ədəbiyyatlarda 3 tərif mövcuddur. 1. Bir şeyi sübuta ehtiyacı olmadan qəbul etmək, yəni inanmaq. 2. Hər hansı bir dini inanca sahib olmaq. 3. Hər hansı bir iddianın doğruluğunu qəbul etmək. Gəlin birinci iddiaya baxaq. Bir iddianın sübutu olmadan ona inanmaq. Əsasən bu tipli müzakirələrdə misal üçün sual veriləndə ki, təkamülə inanırsan, bu zaman qarşı tərəfin cavabı təkamül inanc deyil, təkamül sübutu və faktları olan bir elmi nəzəriyyədir və buna inanmaq yox, yalnızca qəbul etmək olar. Əsasən yeni ateizmin inkişafı ilə inancın bu tərifi daha çox yayılmışdır və yeni ateistlərin, yəni daha çox Türklərin də dediyi kimi Mahşerin 4 atlısı, yəni Christopher Hitchens, Sam Harris, Daniel Dennett və Richard Dawkins bu 4 şəxsin yaratdığı yeni ateizm cəryanı inancın tərifini məhz sübuta sahib olmadan inanc, yəni hansısa bir düşüncəni qəbul etmək və inanmaq kimi qələmə vermişdilər. Hətta məşhur astrofizik Carl Saganın da mən inanmaq istəmirəm, mən bilmək istəyirəm fikri də bu tərifə daha yaxındır. Bəs bu tərifin izahı ilə, yəni bu tərifin işığı ilə ateizmin inanc olub olmadığını necə müəyyənləşdirə bilərik? Əgər inancın bu tərifini qəbul etsək, yəni inancın sübuta malik olmadan qəbul edilən bir anlayış olduğunu iddia etsək, bu zaman ateizmin inanc olub olmadığını tam olaraq iddia edə bilmərik. Çünki hansısa bir ateist heç bir rasional səbəbi olmadan da özünü ateist elan edə bilər. Öz ailəsinin və yaxud da öz böyüdüyü cəmiyyətin, öz böyüdüyü mühitin təsiri ilə ateist olan şəxs əslində ateizmi rasional səbəblərə görə yox, məhz elə inanc formasında qəbul etdiyinə görə həmin şəxsin qəbul etdiyi ateizm əslində inanc sayıla bilər. Amma bu təbii ki, bütün ateistlərə şamil olunub bilməməsindən bu ateizmin yox, daha çox həmin şəxsin qəbul etdiyi formadan, yəni ateizmin qəbul etmə formasından asılı olaraq ateizmin inanc olub olmaması məsələsi aydınlaşdırıldığından ateizmin inanc olduğunu iddia eləmək mümkün deyil. İnancın ikinci tərifinə baxsaq, bir dini qəbul eləmək inanc sayılır iddiasını ateizmin inanc olub olmadığı ilə aydınlaşdırmağa çalışaq. Əgər dinin nə olduğunu izah etməli olsaq, bunun elə də asan olmadığını görəcəyik. Çünki dinə görə verdiyimiz hər bir tərif əslində bu tərifə istisna olan din nümunələrini qarşımıza çıxaracaq. Misal üçün, əgər əlimizdəki din tərifində dini inanc üçün mütləq şəkildə Tanrı inancının olduğunu iddia etsək, bu tərifə görə alternativ olan dini nümunələr görmək mümkündür. Misal üçün, Buddizmin bəzi versiyalarında və yeni çıxan teistik inanclarda Tanrı inancı olmasa da bu inanclar özlərini dinin xüsusiyyətləri kimi aparır və əgər dinin tərifini bu formada qəbul ediriksə, bu zaman ateizm bir din və yaxud da bir inanc forması deyil. Çünki bu tərifə görə bir dinin, bir inancın var olması üçün mütləq şəkildə Tanrı inancı olmalıdır və ateizmdə Tanrı inancı olmadığı üçün ateizm məhz verilən bu tərifə görə əslində inanc deyil. Amma əlbəttə, daha çox insan, daha çox filosof dinin tərifi üçün əslində Tanrının labüd olmadığı, yəni Tanrı olmadan da bir din anlayışının, inanc anlayışının ola bildiyi üçün əslində bu tərifin inanc üçün uğurlu olmadığını iddia edirlər. O zaman gəlin üçüncü tərifə, yəni inancın üçüncü arqumentinə baxaraq ateizmin din olub olmadığını aydınlaşdırmağa çalışaq. İnancın üçüncü tərifində hər hansı bir iddianın doğruluğunu qəbul etmək anlamında iddia edilir. Ateizmin inanc olub olmadığı müzakirələrində məhz daha çox bu tərifdən istifadə olunur və hal-hazırda inancın tərifini iddia edən ədəbiyyatlarda da ən çox qəbul edilən tərif məhz üçüncü tərifdir. Gəlin bir qədər inancın üçüncü tərifini açmağa çalışaq.
bir ateist üçün Tanrı yoxdur iddiası inanc sayıla bilərmi? Yoxsa Tanrının var olmasına inancsız yanaşmağımı daha doğru iddiadır? Bu iki iddianı bir-birinə müqayisə etsək, əslində ateizmin inanc olmadığını araşdıra bilərik. Antoni Filonun yazdığı tərifdə əslində ateizmin inanc olaraq deyil də inancsızlıq olaraq, yəni Tanrının varlığının olmadığı iddiasına inanmamaq kimi qələmə verilir. Bu iddiaya əslində bir çox ateist, həmçinin də bir çox inancsız qarşı çıxır. Çünki biz əgər bu iddianı qəbul etsək, o zaman inancsızlıq anlayışının həddindən artıq çərçivəsini genişləndirəcəyik. Fikrimi daha sadə formada izah etmək olsam, yəni əgər ateizm Tanrının varlığına qarşı inancsızlıqdırsa, o zaman bütün cansız varlıqlar, eyni zamanda körpələr və şuuru daha aşağı inkişaf etmiş olan canlılar, yəni digər heyvanlar Tanrıya inanmadığı üçün əslində onları da ateist saymalıyıq. Yəni bu üçüncü tərifə görə bir daş, bir heykəl və ya mənim elə bu videonu çəkdiyim ofis, telefon və mikrofon da ateist olmalıdır. Çünki bu cihazlar da Tanrını qəbul etmədiyi üçün əslində ateistlər. Təbii ki, bu iddiaya əks cavablar mövcuddur. Ateizmin inanc olmaması, yəni Tanrı yoxdur iddiasının inancsızlığı üzərindən iddia edən şəxslər əslində bunun şuurlu formada insanların, canlıların inkarı nəzərdə tutulur. Yəni əgər bir körpə və yaxud da hansısa bir cansız varlıq onsuz da heç bir iddiaya qarşı əks fikir nümayiş etdirmirsə, o zaman onların Tanrıya qarşı da əks fikir iddia etməmələri əslində onları ateist etmir. Yəni düşünün, bir körpə vegetarianlıq barədə bir iddia etmir deyə həmin körpəni vegetarian adlandırmaq və ya körpələrin müharibə haqqında bir iddiasının, bir dəstəyinin olmadığına görə onları novarçı adlandırmaq nə qədər düzgün deyilsə, onların Tanrı haqqında düşüncələri və yaxud da onların deyilən desək, inancları olmadığı üçün onları ateist adlandırmaq əslində bu iddia qədər anlamsızdır. Bəs o zaman sual olma bilər ki, ateizm özü nədir ümumiyyətcə? Yəni ateizmin inancsızlıq olduğunu qəbul elədik. Bəs ateizm iddiası tam olaraq nədir? Səmimi şəkildə desəm, hazırda səsləndirəcəyim iddianı təxminən 4-5 il əvvəl səsləndirəndə bunu bütün ateistlər mənfi kimi qarşılamış və hətta təəccüb hissi ilə necə yəni ateizm bu deyildi axı iddiası ilə mənə qarşı çıxmışdılar. Amma təxminən 6-7 ay əvvəl oxuduğum Graham Oppinin kitabında məhz bu tərifi görəndə bir növ həmin keçmişdəki hadisə yadıma düşdü. Ateizm yalnızca teistik tanrıların var olmadığı inancıdır və yaxud da düşüncəsidir. Yəni bir ateistə görə əslində deistik tanrılar və ya agnostiklərin bilinməz dediyi tanrı anlayışları yox, məhz teistlərin iddia etdiyi sonsuz güclü və hər şey bildiyi iddia olunan tanrı mövcud deyil. Yəni bir ateist üçün varlığı belə məlum olmayan və yaxud da hansısa bir enerji, yadplanetli irq deyilən iddia olunan yaradıcı anlayışı onun predmeti deyil. Yəni müzakirə mövzusu deyil. Bu minvalla bir ateist əslində hansısa supernatural, yəni metafizik anlayışları qəbul edə bilər. Yəni bir ateist çox rahatlıqla şeytana və yaxud da cin anlayışlarını qəbul edə və bu anlayışları qəbul etməsi də onun ateist olması ilə ziddiyyət kəsb eləmir. Bilirəm, videonu izləyənlər, xüsusilə də ateistlər mənə qarşı çıxır ki, bir insan tanrını qəbul etmirsə, necə metafizik anlayışları qəbul edə bilər? Burada termin xətası və termin qarışdırması var. Əvvəla gəlin terminləri aydınlaşdıraq ki, məhz ateistlərin niyə görə şeytan və yaxud da metafizik anlayışları qəbul edə biləcəyini iddia edə bilim. Naturalizm fəlsəfi cərəyanı kainatda təbiətdən, yəni maddi əsaslı varlıqlardan başqa fizika üstü, yəni təbiət üstü varlıqların olmadığını iddia eləyir. Yəni əslində metafizik varlıqların olmadığını iddia edən cərəyan ateizm yox, məhz naturalizmdir. Ateizm isə bayaqlarda iddia etdiyim kimi yalnızca teistik tanrının olmadığını iddia edir. Məntiqlə yanaşsaq, riyazi olaraq ateizm naturalizmin bir alt çoxluğudur. Yəni bir insan əgər naturalistdirsə, eyni zamanda həm də ateistdir. Çünki əgər təbiət üstü, yəni metafizik qüvvələri qəbul etmirsə, deməli zaten ateistdir. Amma bir ateist naturalist deyil. Çünki ateizm naturalizmin sadəcə bir alt çoxluğu olduğuna görə bir ateist tanrını qəbul etməsə də hansısa bir metafizik, misal üçün cin anlayışını və yaxud da şeytan anlayışını qəbul edə bilər. Bu arada qəbul etməli də demirəm. Sadəcə qəbul etməsi onun zidd düşməsi demək deyil. Bəli, bir ateist naturalizmlə zidd düşə bilər, amma şeytana inanması onun ateizmlə zidd düşmədiyi anlamına gəlir. Əgər siz də bu mövzularda və ümumiyyətlə inanc, izm mövzularında daha ətraflı və daha geniş izahların, videoların gəlməyini istəyirsinizsə, məhz kanalda videoları bölüşərək, həm də şərh yazaraq bizə dəstək ola və bu videoların daha tez-tez gəlməyinə imkan yarada bilərsiniz.